uşaqlıqdan oturub da bizim genlərimizə. Kendimiz uşaqlıqdan 10 qəpiyə alırdıq şeydən. Bufetdən alırdıq. Mən sizin vaxtlar bilmirəm 80-cı illərdə biz bufetdən alırdıq. Bizim vaxtlarda idi ki biz gəldik bazara alış-veriş eləməyə. Yəni məktəb vaxtı və yaxud da yeni ayaqqabı almalıydıq, gedirdik bazara da. Hə, orada bizim başımızı bamiyə alladırlar ki, alıb bamiyə sən ye. Biraz da gəzəkdə yəni orada. Biz bamiyə yemək üçün əslində gəldik bazara. Alladırlar bizi. Elə apardılar. Yəni biz o prosesi sevmirdik də, bazarda gəzmə prosesini. Bamiyanın xəttində gəzirdik. Bamiyanın xəttində gəz ha bamiyə alacam deyib başımızı bişirib apardılar. Bu Zaqatalaya xas bir şirniyyat olduğuna görə, misal üçün digər bölgələrdə, məsələn Bakıda azdır bunun satışı, digərim yoxa bərabərdir. Biz misal üçün hər dəfə Bakıya qonaq gələndə bamiyə aparıram. Misal üçün Bakıdan gələn qonaqlar fərqli bir şirniyyat. Nə qədər cheesecake yeyəcək, Bakıda da yeyirdə cheesecake. Zaqatalaya gəldi, fərqli nə dada bilərəm? Bamiyə var. Mən özüm bamiyə çox şirin olduğu üçün bir dənə, iki dənə artıq yeyə bilmirəm. Son 2-3 ildir yemirəm. Amma indi burada danışdıq, ürəyim çəkdi, yəqin ki, alıb yeyəcəm. Quru-quru da yemə də. İndi ya çayla ye, ya belə deyim, mineral su ilə ye məsəl üçün. Bamiyadan yeyib mineral sudan iç. Hə, yəni fərqli dadlar da, yəni bir fərqlilik yaratdı özündə. Yəni limonlu su ilə ya da limonlu çayla. Ya da ki limonlu çayla. Yəni vacib deyil ki, isti çay olmalıdır. Yəni bu sərin su da ola bilər. Amma çayla daha yaxşı. Sizin özünüzün sevdiyi şirniyyat hansıdır? Çox sevdiyim şirniyyat odur ki, qozlu kətədir, bir də limon çıxır. Amma deyəm də bəzən görür ki, bamiyanın nətər adama dəmi gəlir. Keysə bamiyadan yeməlisən. Yəni bir neçə dənə yeməlisən.